Salam hörmətli müəllimlər. Bu gün sizlərlə yeni videomuzla qarşınızdayam. Bugünkü mövzu izahımız iş formaları olacaq. Gəlin başlayaq. 4 iş formamız var bildiyiniz kimi. Fərdi iş, cütlərlə iş, qruplarla iş, kollektiv iş. Bu cədvəli sizə izah edəcəm. Əgər bütün PDF əldə etmək istəyirsinizsə, Telegram kanalıma keçid edə bilərsiniz. Başlayaq. Fərdi iş. Fərdi işin xüsusiyyətlərindən görə fərdi işin xüsusiyyətləri hansılardır? 1. Tapşırıq üzərində tək bir uşaq işləyir. Hörmətli müəllimlər, fərdi iş nə deməkdir? Sadəcə tək bir dənə uşaq işləyir tapşırıqlar üzərində. Yəni tərbiyəçi müəllim bir dənə uşaqla işləyir. Uşağın fərdi maraqları, inkişaf surəti və potensialı nəzərə alınır. Yəni xüsusiyyətləri bunlardır. Görək fərdi işin bəs məqsədi nədir? Fərdi işin məqsədi odur ki, fərdi potensialının aşkarlanması, yəni uşağın fərdi potensialı aşkarlanır. Təhsil verən, yəni tərbiyəçi uşağın potensialını üzə çıxarır. Özünü təhlil, qərar vermə bacarığı formalaşdırması. Yəni uşaq özünü təhlil edir və qərar vermə bacarığı formalaşır. Görək bəs üstünlüklər nədir fərdi işin? Şəxsi inkişafı təmin edir, uşağın öz fərdi ritminə uyğun irəliləməsinə tam şərait yaradır. Yəni təhsil verən uşağın potensialını görür və ona uyğun irəliləmə qeyd edir. Riskləri. Hörmətli müəllimlər, fərdi işin riskləri var. Sosial tərcid riski fərdi öyrənmə, daxili nizam-intizamın zəifləməsinə və sosial bacarıqların azalmasına səbəb ola bilər. Yəni bu deməkdir ki, uşaq sosial cəhətdən təcrid olur. Yəni kollektivdən uzaq qalır. Sosial bacarıqları zəifləyir uşaqların. Fərdi işin riskləri budur. Cütlərlə iş. Cütlərlə işin xüsusiyyətlərinə baxaq. Tapşırıq üzərində 2 uşaq bircə çalışır. Yəni cütlərlə demək 2 uşaq deməkdir. Məsuliyyəti bölüşdürülür, uşaqlar bir-birinə kömək edir. Məqsədi uşaqlar arasında ünsiyyət qurmaq. Yəni cütlərlə işin məqsədi odur ki, uşaqlar arasında ünsiyyət qurmaq, bircə düşünmə və ortaq qərar qəbul etmək. Üstünlükləri kommunikativ bacarıqlar üçün əlverişlidir, sosiallaşma prosesini və empatiyanı gücləndirir. Bəs riskləri hansılardır? Ağsızlıq riski. Uşaqların müstəqil düşünmə bacarığı zəifləyə bilər. Fikir ayrılığı zamanı mübahisələr yarana bilər. Yəni, cütlərlə iş zamanı əgər uşaqlar arasında mübahisə varsa, bu zaman bu iş alınmaz. Gəl görək, digər iş formamız hansıdır? Qruplarla iş. Bildiyimiz kimi qruplarla işdə ya 3 ya da 4 nəfər olur. Kiçik qruplar yaradılır, qrup daxilində vəzifə və məsuliyyət bölgüsü aparılır. Bəs məqsədi nədir? Uşaqlar arasında dialoq qurmaq. Yəni bildiyimiz kimi kollektiv arasında uşaqlar dialoq qururlar, fikir mübadiləsi edirlər, problem həll edirlər. Daha çox komandada əməkdaşlıq formalaşır. Yəni uşaqlar komandayla necə işləmək olduğunu öyrənirlər. Bəs üstünlükləri hansılardır? Başqalarının fikrinə hörmətlə yanaşma, liderlik keyfiyyətləri üzə çıxır. Uşaqlarda komanda ruhu formalaşır. Riskləri. Dominantlıq riski, bir uşağın digərinə hökmranlıq etməsi və sosial mübarizə zamanı münaqişələrin yaranması. Yəni burada uşaqlar bir tapşırığın üstündə biri digərinin fikrini önəmsəməyə bilər. Biri hökmranlıq edə bilər. Bu isə risk səbəb olur. Keçək kollektivlə işə. Kollektiv iş sonuncu iş formamızdır. Görək xüsusiyyətləri hansılardır? Bütün qrup, yəni sinif eyni tapşırığı və ya layihəni bircə yerinə yetirir. Zaten kollektiv demək bircə deməkdir. Yəni müəllimin verdiyi tapşırığı bütün qrup bərabər yerinə yetirir. Ümumi məqsəd uğrunda birlikdə çalışma, kollektiv ünsiyyətini möhkəmləndirmək. Yəni kollektiv işdə uşaqların sosial bacarıqları güclənir, fərdi işdən fərqli olaraq kollektivlə işləməyi bacarırlar. Üstünlükləri. Ümumilikdə hədəfə yönəlmə güclənir, kollektiv məsuliyyət və vahid komanda hissi formalaşır. Bəs görək riskləri hansılardır? Fikir ayrılıqları müzakirələri çətinləşdirə bilər. Bəzi uşaqlar kollektiv işdə passiv qala bilər və ya öyrənmə imkanları məhdudlaşa bilər. Bildiyimiz kimi bəzi uşaqlarımız var ki, onlar sosial deyillər, antisosiallar. Bu zaman kollektiv iş onlara çox da sərf eləmir. Yəni onlar kollektivdən geri qalırlar, suallara cavab vermək istəmirlər, utanırlar. Birdən tərbiyəçinin verdiyi sual yanlış olar deyə çəkinirlər. Onlar üçün fərdi iş daha üstünlükdür.
Ancaq bildiyimiz kimi, bayaq dedik, fərdi işində mənfi cəhəti odur ki, bu zaman sosial təcrid olur uşaqlar. Yəni, tərbiyəçi müəllim məşğələni elə qurmalıdır ki, bu 4 iş formasından da istifadə eləsin. Geri qalan, məsələn, iş formalarına elmi əsaslandırılması var PDF-imizdə, qrup işinin təşkili və monitorinqin mərhələləri, 3 mərhələsi var və iş forması şəxs sayı neçə dənə olmalıdır, sosiallaşma səviyyəsi necədir, motivasiya təsiri, bacarıq inkişafı, bunlar hamısı PDF-imizin ardında var. Və burada kiçik bir qeyd var. MEQ və sertifikasiya üçün yekun tezis. Əgər bunları əldə etmək istəyirsinizsə, Telegram kanalıma abunə olun.